Bakıda spirtli içki qəbul edib Formula 1 yarışının keçirildiyi yola çıxan şəxs həbs olunub. Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev ad-soyad şərtidir. Metronun sahil stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan daxili qoşunların əməkdaşlarına yaxınlaşaraq həmin yolla hərəkət etmək istədiyini bildirib. Yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. Daxili qoşunlar əməkdaşları onunla söhbət apararaq yolun Formula 1 ilə bağlandığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb, o ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib. Polis əməkdaşları tərəfindən Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbail rayon məhkəməsinin qərarı ilə Quliyev 30 sutka inzibati qaydada həbs edilib.